Şah İsmayıl Xətai 1487-ci il 23 iyunda Ərdəbil şəhərində anadan olub. Babası Şeyx Cüneyd, atası Şeyx Heydər hakim olmuşlar. Anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi. Atası Şeyx Heydər 1488-ci ildə Şirvanşahlarla müharibədə öldürülür. İsmayıl və ailəsi həbs edilir. 4 il yarım həbsdə qalırlar. Daha sonra Ağqoyunlu hökmdarı Rüstəm Bayanduri onları İstəxir qalasından azad etdirir və Ərdəbilə yola salır. Az sonra Şeyx Heydərin oğlanlarının şöhrətindən qorxuya düşərək onların arxasınca 5000 nəfərlik süvari göndərir. Amma İbrahim və İsmayılı tapa bilmirlər. ...1499-cu il avqust. Şah İsmayıl Lahicandan Ərdəbilə doğru yola düşür. Onu cəmi 7 nəfər müşayiət edirdi və artıq 1500-cü ildə 7 minlik ordu ilə Şirvana daxil olur. Şirvanşah Fərrux Yasarı məğlub edərək Şamaxını və Bakını ələ keçirir. 1501-ci ildə Şərur yaxınlığında Ağqoyunlu Əlvənd üzərində qəti qələbə qazanır. Şərur qələbəsindən sonra Təbrizə gəlir və Azərbaycan səltənətinin taxtına əyləşir. İsmayıl Uzun Həsənin nəvəsi idi və o, Ağqoyunlular sülaləsinin qanuni varisi hesab edilirdi. Artıq Ağqoyunlu taxtına sahib olan İsmayıl şahlıq tacını başına qoydu. Beləliklə, 1501-ci ildə Azərbaycan Səfəvilər dövləti rəsmən yarandı. Şah İsmayılın dövründə Azərbaycan ərazisinin sərhədləri genişləndirilmişdir. Osmanlı Sultanı Sultan Səlimin dövründə Səfəvi-Osmanlı münasibətləri xeyli pisləşdi. Burada Qərbi Avropa dövlətlərinin də əli var idi. 1514-cü il 23 avqustda Çaldıran düzündə iki türk dövləti, Osmanlı və Səfəvilər arasında döyüş başlayır. Osmanlı döyüşdə top və tüfəngdən istifadə edir. Osmanlılar qalib gəlir. Sultan Səlim Təbrizi ələ keçirsə də, əhalinin və Səfəvi ordusunun müqaviməti sultanı şəhəri tərk etməyə məcbur edir. O döyüşə kimi Səfəvilər heç bir döyüşdə məğlub olmamışdılar. Venesiya diplomatı onun haqqında yazırdı. Şah İsmayıl yaraşıqlı, gözəl simalı, olduqca cəlbedicidir. Orta boyu, çevik vücudu, güclü və enli çiyinləri vardı. Solaxaydı, saçları sarışındı. Qızılbaş adətinə uyğun olaraq yalnız bığ saxlayır. Gənc yaşlarında qoçaqlığına və cəsarətinə görə hər kəsi heyrətləndirirdi. Qızılbaş əmirləri arasında hamıdan güclüdür. Ox atma yarışlarında hədəfdəki 10 almadan 7-sini vururdu. Şah İsmayıl Xətai həm də poemalar, şeirlər yazırdı. Dəhnamə poemasının müəllifidir. Şah İsmayılın özü üçün seçdiyi Xətai təxəllüsü haqqında müxtəlif fikirlər vardır. Səfəvilər dövlətinin salnaməsində qeyd olunan məlumata görə Şah İsmayıl Kərbəlada olarkən İmam Hüseynin qəbrini ziyarət etdikdən sonra Hürrün qəbrini ziyarət edir. Bir rəvayətə görə insanlar Hürrün tövbəsinin qəbul olub olmaması ilə bağlı şübhədə idilər. Buna görə Şah İsmayıl əmr verir ki, Hürrün qəbri açılsın. Bir neçə alimin, müctehidin iştirakı ilə qəbir açılır. Qəbri açdıqda bir orta yaşlı adamın dəbilqəsi ilə döyüş paltarı ilə dəfn olunduğunu görürlər. Elə bil ki, bu dəqiqə qəbrə qoyulub. Alnında dəsmal olur, hansı ki İmam Hüseynin onun yarasına bağladığı dəsmal. Şah İsmayıl Xətai yaranı açıb, öz dəsmalı ilə yaranı bağlamaq istəyir, amma qanı dayandıra bilmir. İmam Hüseynin bağladığı dəsmalı bağlayır, qan dayanır. Şah İsmayıl həmin dəsmaldan kəsib özü üçün götürür. 40 gün Hürrün qəbrində ehsan verilir. Üzərində də məqbərə tikilir. Digər rəvayətə əsasən Şah İsmayıl şəhidlərin çürümə məsələsinə şəkk edirdi. Kərbəlada olarkən imamın qəbrini açmaq istəyir. Alimlər bunun yaxşı fikir olmayacağını bildirir. Amma Şah İsmayıl qətiyyətli idi. Hansısa qəbri açmalı idi. Ona görə də Hürrün qəbri açılır və eyni hadisələr təkrarlanır. Yəni buradakı səbəb dəqiq deyil. İki rəvayətə əsaslanır. Salnaməçilərin qeyd etdiyinə görə Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14-15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə Taclı bəyin Mosullu tayfasından Həmzə bəy Bektaşlının oğlu Mihmad bəyin qızı idi.
Taclı bəyim Ağqoyunluların əsas gücünü təşkil edən Mosullu tayfasına mənsubdur. Onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında Bigə xanım, Bigə bəyim, Şah Sultan deyə bəhs edilir. Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona Taclı Sultan deyə müraciət edirdilər. Taclı bəyim 1514-cü ildə Osmanlı Səfəvi arasında baş vermiş döyüşdə iştirak etmişdir. Bu döyüşdə onun əsir düşməsi ilə bağlı söhbətlər də istər Osmanlı, istər digər mənbələrdə mübahisəli olaraq qalır. Səfəvi mənbələri Taclı bəyimin əsir alınmadığını, döyüşdən sonra itdiyini iddia edirlər. Türkiyəli məşhur tarixçi Faruk Sümer Osmanlı mənbələrinin iddialarının doğru olmadığını bildirərək Taclı bəyimin döyüşdən qaçıb Xoy hakiminin evində gizləndiyi, buradan Təbrizə gəldiyini bildirir. Taclı bəyim Seyid nəslindəndir. Taclı bəyimin xanım Məsumənin Qum şəhərində ziyarətgahının tikilməsində böyük əməyi keçmişdir. Şah Təhmasibin dövründə Taclı bəyim Azərbaycana gəlib. Şabranın Qavaltı adlı yerində kənd cəmaatı bir hadisəyə şahid olur. Yolun kənarından bir yaşlı qadının gəldiyini görürlər. Başında tacı olur. Geyim keçimindən saray adamına oxşayır. Əlində çomağı olur. Gəlib əyləşir, çomağını yerə vurur və onun burada dəfn edilməsini istəyir. Daha sonra dünyasını dəyişir. Kənd cəmaatı qadını tacı və çomağı ilə birlikdə dəfn edirlər. Zamanla çomaq yaşıllaşır və ağac olmağa başlayır. Cəmaat sonradan qadının Şah İsmayılın həyat yoldaşı olduğunu bilirlər. 2007-ci ildə məzarın yerini dəyişmək istəyirlər. Səbəbi isə həmin əraziyə su anbarı salınmalı idi. Məzarı açmaq istəyərkən külək qopur, yağış yağır və alındıra bilmirlər. Bir neçə cəhdə boşa çıxır. Daha sonra Bakıdan ruhanilərin iştirakı ilə məzar köçürülür. Ağacı da çıxardıb həmin qəbrin yanında bastırırlar. Məzar su anbarının yuxarı hissəsinə köçürülür. Ziyarətgahın möcüzələrindən biri budur ki, kimsə əgər şərə düşərsə, qəbrin üstünə süd tökür və Allahdan sirrin açılmasını istəyir. Orada külək qopur. 3 günün içində sirr açılır. Kənd cəmaatı narazılıq edir. Çünki qopan külək əkin sahələrinə ziyan vurur. Şah İsmayıl Xətai 1524-cü il mayın 23-də ovdan qayıdarkən Mənqutay adlı yerdə vəfat etmişdir. Arif isen bir gün